1979-cu ildə şah devriləndən sonra İranda tamamilə yeni bir sistem quruldu. İslam Respublikası. Bu sistemdə dövlət və din bir-birinə qarışdı və bütün əsas qərarlar dini rəhbərin nəzarəti altında verilirdi. Bu dövlətin lideri isə Ayətullah Ruhullah Xomeyni idi. O, inqilabdan sonra ölkənin siyasi və dini rəhbəri olaraq xalqın qarşısına çıxdı və uzun illər boyunca İranın bütün siyasətini və gündəlik həyatını müəyyən etdi. 1980-ci ildə isə İranın qonşusu İraq Səddam Hüseynin rəhbərliyi altında İran sərhədinə hücum etdi və bu İran-İraq müharibəsi adlanan qanlı müharibənin başlanğıcı oldu. Bu müharibə 8 il davam etdi. Hər iki tərəfdən on minlərlə insan öldü, şəhərlər dağıldı, iqtisadiyyat çökdü və insanlar gündəlik həyatlarını davam etdirməkdə çətinlik çəkdilər. Ərzaq və əsas mallar azaldı. İnsanlar evlərinə və işlərinə çatmaq üçün böyük fədakarlıq göstərdilər. Müharibə həmçinin ölkə daxilində həm qorxu, həm də vətənpərvərlik hissini artırdı. 1989-cu ilin 3 iyununda Ayətullah Xomeyni vəfat etdi. Onun ölümü bütün ölkə üçün böyük itki idi və milyonlarla insan ona yas saxladı. Xomeyninin yerinə Ayətullah Əli Xameneyi seçildi və o, İranın ali rəhbəri olaraq ölkənin ən güclü siyasi və dini lideri oldu.